studiyamızda təhsil ekspertləri olacaq, öz sözünü demiş, təhsil sferasında olan insanlar olacaq və bugün həftəmizin ilk günündə sağlam təhsildə qonaqlarımız Training Hub Azərbaycan Təlim İnkişaf Platformasının təsisçisi Lamiyə xanım Xəlilova studiyamızdadır. Salamlayırıq sizi. Xoş gördük. Təşəkkür edirəm Səmilə xanım dəvət üçün. Biz təşəkkür edirik. Dövlət Məşğulluğu Agentliyinin Peşə Hazırlığının təşkili şöbəsinin müdiri Fərid Həsənov. Sizi də xoş gördük. Salamlayırıq. Təşəkkür edirəm. Çox sağ olun. Biz təşəkkür edirik ki, dəvətimizi qəbul etmisiniz. Adətən deyirlər ki, hər şey demək olar ki, yeni bir həftədən başlayır. Planlar, ümumiyyətlə layihələr və biz də sizdən soruşmaq istəyirik. Ümumiyyətlə bu həftəyə olan planlarınız, təhsillə bağlı bir yenilikləriniz varmı? Sizdən başlayaq. İlk öncə bir daha təşəkkür edirəm dəvət üçün. Həftəyə çox produktiv başlayırıq. Ümumiyyətlə ilin əvvəlidir. Hələ ki mənim üçün düşünürəm ilin əvvəlidir. Elə efirə başlamamışdan öncə maraqlı bir yeni layihəni danışdıq. Sırf peşə istiqamətində, nəqliyyat sektorunda. Hər daim yeni istiqamətlər, hədəflər olmalıdır ki, biz özlərimizdə inkişaf edək. Əlbəttə ki, bugünkü proqram boyu bu layihəyə yəqin ki qayıdacağıq, amma qısa bir anonsunu verim. Bizim Türk həmkarlarımız belə bir layihə başladılar. 5 ildə 5000 qadın sürücü. Biz daha özümüzə uyğun miqyasda 3 ildə 300 qadın sürücü layihəsi. Bunun detallarını bugün müzakirə edirdik. Artıq müəyyən işləmlər görmüşük. İndi yəqin ki veriliş boyunda da buna qayıdacağıq. Demək ki, bizim studiyamızda ümumiyyətlə sağlam təhsildə yeni növrələrin bünövrəsi də qoyulurmuş. Siz də salamlayırıq bir daha Fərid bəy. Bilirəm ki, Dövlət Məşğulluğu Agentliyində çalışırsınız və xüsusən də peşə hazırlığının təşkili şöbəsində müəyyən bu peşə hazırlıqları ilə bağlı gənclərin daha çox inkişafı ilə bağlı işlər görürsüz, layihələr icra edirsiniz. İstəyirəm ki, siz deyəsiniz. Ümumiyyətlə, təbii ki, hər şeyin kökündə təhsil dayanır, elm dayanır və bilmək istəyərdi, sizin üçün təhsil nədir? Təhsil, ümumiyyətlə sağlam təhsil nöqteyi nəzərindən yanaşsaq burada, elə qeyd etdiyimiz kimi belədir. Ümumiyyətlə, həm belə deyək də, fiziki və həm də psixoloji baxımdan sağlam bir mühitdə təhsil almağa yönələn bir yanaşma nəzərdə tutulmalıdır burada. Yəni, təkcə şəxslərin bilik və bacarıq əldə olunması deyil bu sağlam təhsil sistemində və eyni zamanda da həmin şəxslərin peşə bacarıqlarının artırılması ilə yanaşı onların ümumi rifahının artırılması və fiziki və zehni sağlamlığına da qorumaq yanaşması burada nəzərdə tutulmalıdır. Aydındır. Sizdən başlamaq istəyirəm daha çox söhbətimizə, çünki bilirəm ki, artıq 15 illik təcrübəniz var, hətta bir 10 ilini bunun sərf etmisiniz. Bu nəqliyyat daha çox peşə təhsil, nəqliyyat sahəsində olan, sektorunda olan peşələrin təlim tədrisinə və maraqlıdır. Niyə nəqliyyat? Belə deyim, belə gətirdik ki, 15 illik təcrübə 10 ilini təlim inkişafla bağlayıq. Həm müəllim kimi, həm də ən önəmli, ümumiyyətlə təlim tədrisdə ən önəmli məsələlərdən biri təlimin təşkili məsələsidir. Bu məsələyə yəqin ki, qayıdacağıq efir boyu. Təlimin təşkili, təlimçilərin hazırlanması, proqramların hazırlanması bu sahədə ən önəmli və hələ də işlənməsi olan məsələlərdən biridir. Mən həm şəxsi təlimçi olaraq, həm lokal və beynəlxalq layihələrdə iştirak etmişəm, edirəm də, davam edirəm də. Bundan savayı son 3 ili nəqliyyat sektorunda beynəlxalq avtomobil daşıyıcıların sertifikasiya layihəsinə rəhbərlik etmişəm. Bu layihəyə rəhbərlik etmək üçün bir neçə xarici ölkədə qlobal təcrübəni öyrənib akkreditasiya keçməli oldum və bundan sonra təlimin, tədrisin təşkilinə baxış bucağım dəyişdi və bu sektorda təlimin, tədrisin təşkili və nəticəsinin effektivinin ölçülməsi ilə bağlı mütəxəssislərin hazırlanmasının daha önəmli olduğu qənaətinə gəldim. Nəqliyyat, Fərid müəllim də yəqin razılaşar
bizlə. Ümumiyyətlə peşə hazırlığı istiqamətində nəqliyyat ən çətin sahələrdən biridir. Və son dönəmlərin tendensiyasını soruşsaz, kifayət qədər bir dinamika var. Qəbul olunan son qanunvericilik aktları, özəlliklə də beynəlxalq avtomobil daşıyıcıları istiqamətində, sonra taksi fəaliyyətinə məşğul olanlar, burada həm də çox gözəl bir tendensiya gördük, dövlət-özəl dialoqunu gördük. Dövlət başçımızın da bu yaxında nəqliyyatla bağlı bir müşavirəsi də keçirildi. Bax, orada da müəyyən bir təkliflər irəli sürüldü. Yavaş-yavaş onun icrasına da başlanılacaq. Yəni ən çox son illərdə, son aylarda diqqətimiz nəqliyyata yönəlib. Bəli. Eynilə də və son belə deyim 4 ili nəqliyyat sektorunda insan resursunu hazırlayan bir mütəxəssis olaraq hələ bu sahədə çox iş görməyimiz gərəkir. Bizim son 3 ildə 21 təlimçi hazırladıq. Mən deyərdim ki, bu fəaliyyət istiqamətində ən çətin məsələlərdən biri də təlimçilərin hazırlanmasıdır. Mütəxəssis çox olur. Biz nə etdik? 21 təlimçini 2 qlobal akkreditasiyadan keçirdik. TOT təlimçilər üçün təlim akkreditasiyasından keçirdik. Yəni sənin çox uğurlu proqramın ola bilər. Kurikulum müvafiq qaydada hazırlanmış ola bilər, amma müvafiq hazırlıq keçmiş təlimçi olmadığı halda bu uğursuz nəticələnə bilər. Ona görə təlimçi çox böyük rol oynayır. Biz necə elədik? Burada Texniki Universitetin Nəqliyyat Fakültəsi, həmçinin özəl sektordan nəqliyyat departamenti rəhbərlərini bir araya gətirdik. Özəl sektorun praktik təcrübəsini, həmçinin universitetin belə deyim nəzər bilgilərini. Bunları birləşdirdik. Daha sonra onları birgə TOT təlimlərinə, təlimçilər üçün təlimlərə cəlb elədik. Çox effektiv bizdə layihə bitdi. Beynəlxalq avtomobil daşıyıcılarına 5000-dən çox sürücüsünü biz bütün ölkə üzrə, Naxçıvan daxil bütün ölkə üzrə benefisiarı əhatə elədi. Həmçinin menecer hazırlığı, cross logistika üzrə 100 nəfərə də o sahədə. Və 21 mütəxəssis qazandırmış olduq nəqliyyat sektorunda, təlimçi mütəxəssis və bunun davamlı olmasını arzu edərdim və ümid edirəm ki, istəyirəm ki, Fərid bəy bununla da bağlı. Bax, belə bir təklifi necə qarşıladınız? Ümumiyyətlə birgə layihə, birgə işləmək nə verə bilər bizim cəmiyyətə nəqliyyatla bağlı təbii ki? Ümumiyyətlə Dövlət Məşğul Agentliyi tərəfindən, yəni peşə hazırlığının təşkil istiqamətində ən çox Amma bu birinci layihəniz deyil də, səhv biz məşğulluqla bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən çalışmışıq. Məşğulluq Agentliyi ilə ümumiyyətlə Məşğulluq Agentliyi son dövrlərdə çox uğurlu bir tandem aparır dövlət özəl dialoqunda. Onların bir neçə maraqlı layihəsi var. Biz birində bir təlimçi kimi iştirak etmək şansım olubdu. Amma ümid edirəm ki, bizim bu 300 qadın sürücü layihəsində böyük məmnuniyyətlə əməkdaşlıq edəcəyik. Buyurun. Təbii ki, yəni Dövlət Məşğul Agentliyi sırf peşə hazırlığı istiqaməti üzrə, yəni işə götürənlərlə, yəni müəssisələrlə birbaşa əlaqədədir. Yəni qeyd edeyim ki, 2025-ci ildə, yəni cari ildə də 16000 hansı ki müraciət etmiş vətəndaşımız Dövlət Məşğul Agentliyinin orqanlarına həmin 16000 şəxsin peşə hazırlığının təşkilinə istiqamətləndirilməsi nəzərdə tutulur. Yəni kvota artıq təsdiq olunub və təbii ki, bu 16000 nəfərin peşə hazırlığının təmin olunmasında biz mütəmadi olaraq işə götürənlərlə, müəssisələrlə davamlı olaraq işlər aparırıq. Yəni bununla da bağlı, yəni işə götürən hansı formada, yəni müəssisə hansı formada peşə hazırlığını təşkil etmək üçün müraciət edə bilər. Dövlət Məşğul Agentliyinin rəsmi internet səhifəsində bu üçün ayrıca bölmə var. Müəssisə əgər peşə hazırlığı təşkil etmək istəyirsə, artıq həmin müvafiq bölməyə daxil olaraq qeydiyyatdan keçə bilər. Təbii ki, bu müraciət etdikdən sonra müəssisə artıq orada bir müəyyən dəyərləndirmə var. Həmin kriteriyalar üzrə müəssisə dəyərləndirilir və əgər uyğun bilinsə ki, bəli, bu müəssisə artıq peşə hazırlığı təlim keçə bilər və o halda biz artıq bizə müraciət etmiş vətəndaşlarımızı yönləndiririk həmin müəssisəyə. Təlim prosesində hansı metodikadan istifadə olunur? Buna da biz toxunacağıq, amma bir sualım olacaq Fərid bəyə. Bizim insanların daha çox hansı peşələrə belə deyim, marağı var, amma əslində tələbat hansılarıdır? Əslində, yəni belə deyək də, yəni ümumi 24-cü il göstərilərinə nəzərə salsaq, ən çox informasiya texnologiyaları istiqaməti üzrə
müraciətlər olub və təlimlər keçirilib və bununla da paralel ənənəvi peşələr də var, hansı ki, şirniyyatçıdır, dərzicilikdir, aşbaz və bu kimi ənənəvi peşələr üzrə də müraciətlər olub, amma ən çox informasiya texnologiyaları üzrə vətəndaşlarımız müraciət edir. Bəs hansı məsələn peşələrdə bir boşluq yaşanır, amma hələ ki ora müraciət edən yoxdur? Yəni elə bir halla açıq hələ ki rastlaşmamışıq, amma ehtiyacı var. Məsələn, sizə müraciət edən müəssisə rəhbərləri, məsələn, o peşələrə adam axtara tapa bilmirlər də. Daha çox bu turizm istiqaməti üzrə biraz bu siz qeyd etdiyiniz məsələ var, amma ümumilikdə yəni Aşıqlı Agentliyinin fəaliyyəti də ondan ibarətdir ki, bu ortadakı boşluğu aradan qaldıra bilsin. Aydındır. Söhbətimizi davam etdirəcəyik. Xatırladıram ki, proqramımızın sponsorları var. Gəlin onlar haqqında da məlumat verək. Həmişə yanımızda olan Rabitəli Nitq Reabilitasiya Mərkəzi. Müasir dövrdə ən çox rast gəlinən uşaqlarda problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir. Valideynlər övladlarının danışmamasından və yaxud da ki, gec danışmasından şikayətlənirlər. Ona görə də Rabitəli Nitq Reabilitasiya Mərkəzinin həkim loqopedləri hər uşaq üçün ayrıca hazırlanan fərdi məşqlər edəcəklər və bu problemləri qısa bir müddət ərzində aradan qaldıracaqlar. Nitq üsulları təbii ki, korreksiya olunan bir məsələdir və sadəcə burada dediyim kimi ilk vaxtlarda tez müraciət etmək lazımdır. Uşaqlarınızın nitq ləngiməsinə şahid olmaq istəmirsinizsə, bu dəqiqə hal-hazırda deyəcəyim nömrə ilə əlaqə saxlayın və müraciət edin. 050 867 27 43. Smart Education bağçalar şəbəkəsi də sizin uşaqlarınızın fərdi inkişafı üçün çalışır. 2016-cı ildə yaradılan Smart Education bağçalar şəbəkəsi ilk filialı olan Yeyləncə uşaq bağçası ilə, daha sonra 2017-ci ildə Suna uşaq bağçası ilə və daha sonra 2018-ci ildə isə Minika uşaq bağçası və ən sonda 2022-ci ildə olan Piramida tədris mərkəzi ilə fəaliyyət göstərir. Bilirsiniz ki, uşaqlar bizim əlbəttə ki, gələcəyimizdir və onların uğurlu, xoşbəxt və güclü fərd kimi yetişməsində bağçaların məktəbə qədər hazırlıq tədris müəssisələrinin çox böyük rolu var. Elə Smart Education-da mini bağçası ilə körpələriniz üçün xüsusi olaraq hazırlanmış təhlükəsiz, rahat, eyni zamanda sevgi dolu bir mühit sizə təqdim edir. Burada uşaqlar həm sosial bacarıqlarını inkişaf etdirəcəklər, həm də əlbəttə ki, öyrənəcəklər. Nömrə istəyirsiniz deyim, hal-hazırda zəng eləyin, danışın 050 988 30 62. Təkrar edirəm, 050 988 30 62 balacalarımızın böyük dünyasına açılan qapı Smart Education bağçalar şəbəkəsi. Bəs xarici dil necə öyrənmək istəyirsiniz? Hələ də həvəsindəsiz, sadəcə vaxtınız yoxdur. Amma burada vaxt söhbəti yoxdur da, çünki World Karyer və Peşə Mərkəzi deyim sizə ki, sizin üçün elə gözəl bir qrafik tərtib eləyə bilər ki, heç evdən bayıra çıxmadan da xarici dili öyrənə biləcəksiniz. Müəllimlər evlərə təyin olunur, uşaqlığınıza, eyni zamanda sizin özünüzə valideynlər bu xarici dilləri öyrədəcəklər qısa bir müddət ərzində. Söhbət hansı dillərdən gedir? Koreya, Çin, Alman, İngilis və əlbəttə ki, Rus dillərindən. Buyurun, müraciət edin. Biz isə proqramımızı davam etdiririk. Siz sağlam təhsilə qulaq asırsınız. Sağlam təhsil. Təhsil almaq üçün əla yer. Davam edirik və bugün xatırladıram ki, maraqlı qonaqlarımız var. Biraz əvvəl də qeyd etdim. İki qonağımız var. Training Hub Azərbaycan Təlim İnkişaf Platformasının təsisçisi Lamiyə Xəlilova və Dövlət Məşğulluğu Agentliyinin Peşə Hazırlığının təşkili şöbəsinin müdiri Fərid Həsənov. Mən bir balaca istəyirəm Lamiyə xanım sizlə danışım. Çünki əsasən özəl sektordakı aparıcı işə götürən markalarla çalışan bir müəssisə olaraq özəl sektordakı sahibkarların təlim-tədrisə yanaşması da bizi düşündürür. Əsas tələblər adətən nədən ibarət olur? Bu haqda qısa bir məlumat verək, sonra reklamlarımız olacaq. Təşəkkür edirəm sual üçün Səmirə xanım. Son illərin tendensiyası göstərir ki, büdcə olaraq daha böyük büdcələr ayrılır işə götürən sahibkarlar tərəfindən. İlk öncə bunu özəlliklə vurğulamaq istəyirəm. İkinci göstərici artıq əvvəl sadəcə olaraq iri
işə götürənə, iri şirkətlər bu büdcəni ayırırdısa, maraq göstərirsə, artıq orta, hətta deyərdim ki, kiçik sahibkar belə maraqlıdır öz heyətinin inkişafına və təlimə cəlb olunmasına. Düzdür, burada məbləğlər, büdcələr və maraqlar tamamilə fərqlidir. Bəli, məsələn, əgər iri və orta işə götürənlər texniki bilgilərlə yanaşı yumşaq bacarıqlara, mən hətta deyərdim ki, son bir ildə yumşaq bacarıqlar daha önə çıxıb, daha böyük məbləğlər sərf olunur. Hətta maraqlı bir nüans deyim, life-work balans, iş və həyat balansının qorunması anlayışı var, eğitimi var. Azərbaycanda yenidir bu anlayış. Son 2-3 ildə, dünyada 2006-cı ildən bu eğitim olaraq tətbiq olunur. Bu saydım mütəxəssislərdən, çox az saydım mütəxəssislərdən biriyəm. Bizim top, mən düşündüm ki, bu tam qəbul olunması zaman alar bizim özəl sektorda. Amma artıq ilk böyük təlimimizi biz sata bilmişik. Azərbaycanın top 5 işə götürənlərdən birinə indi yəni ki, çəkə bilmirəm. Ümumiyyətlə hansı xidmət, hansı sahə üzrədir? Sırf bu eğitim, təlim, həyat və iş balansının qorunması üzrə təlim. Yəni işə götürən kifayət qədər böyük bir büdcə ayırıb ki, əsasən biz şöbə müdirləri və zavod müdirlərinə bunu keçdik. 2024-cü ilin sonuncu təlimi oldu bizdə, Training Hub-da. Yəni buna belə bir marağın ola biləcəyini məni çox təəccübləndirdi. Yəni nəyə gətirirəm? Nəticə olaraq hal-hazırda sahibkar və işə götürən sadəcə olaraq heyətin texniki bilgilərinin artırılması üzrə deyil, onların yaşam tərzinin, onların daha sosial, psixoloji, fizioloji durumunun daha qənaətbəxş olması istiqamətində də pul xərcləməyə hazırdır. Çox maraqlı bir tendensiyadır. Maraqlıdır ki, ümumiyyətlə sizin layihələrinizin əksəriyyəti demək olar ki, xarici belə deyək də təcrübə əsasında reallaşır. Bildiyim qədərilə biraz əvvəl bəhs etdiyimiz nəqliyyatla da bağlı bu layihələr də reallaşıb və bu sahədə də eyni zamanda xarici təhsil, yəni təcrübəsi sizə qazandırdı bunu. Bəli. Biz bu layihəyə başlamamışdan öncə Litvada, Türkiyədən təcrübə aldıq. Bir neçə dəfə getdik. Orada əməkdaşlıq müqaviləsi çərçivəsində, həmçinin Avropada Avropanın ən böyük nəqliyyat şirkəti Litvada yerləşir. Yəqin ki, çəkə bilərəm adını, bizdə elə də Girteka şirkəti. 10 gün mən onların qonağı oldum. Onların ayrıca böyük bir təlim mərkəzi var. Onların hətta sıfırdan sürücü yetişdirmək proqramı belə var. Əsas özəlliyi nə idi onlarda? Mən bir şey gördüm. Nə diqqətinizi cəlb elədi? Əsas nüans, mən qayıdandan sonra biz bunu proqram kimi hazırladıq, istədik. Hələ ki, tam reallaşdıra bilməmişik. Nəyi gördüm? Orada sifarişçi özəl, əsas maraqlı tərəf, özəl şirkət nəqliyyatçı olmalıdır. Sifarişçi nəqliyyatçı olmalıdır. Buna xərci nəqliyyatçı çəkməlidir. Səhv etmirəmsə, Tallinn'də nəqliyyat ödənişsizdir. Ola bilər. Səhv etmirəmsə, yəni bir yaxın insan orada artıq təhsil alır, artıq illərini orada keçirir. O baxımdan, yəni tıxacıların təbii ki, olma ehtimalı yoxdur. Çox sakit bir şəhərdir və bildiyim qədərindən həm də Vilniusun adını çəkdiniz. Daha çox Pribaltika ölkələri, bəli. 10 günə yaxın orada qaldıq. Maraqlısı oldu ki, Bakı daha maraqlıdır, daha inkişaf etmişdi. Amma bu cür proqramlar, yəni sıfırdan sürücü eğitimi proqramı çox çətin. Ümumiyyətlə biz orada beynəlxalq avtomobil daşıyıcıları üçün bu proqramı hazırladıq. Bu sahədə sürücü yetişdirmək ümumiyyətlə onlar psixoloji hazırlığı, məsələn biz yetişdirəndə texniki tərəflərinə daha çox üstünlük veririk. Bəli. Amma orada mən nə gördüm? Psixoloji bazada çox önəmli, sosial psixoloji baza. Çünki onlar təsəvvür edin ki, 10-15 gün tək qalan insanlardır. Burada çox dayanıqlı bir psixoloji hazırlıq lazımdır. Sən 10 gün uzaq yol sürəndə çox hazırlıqlı olasan və o proqramda çox böyük bir hissə bunudur. Amma məsələn bizim proqramlarda nəqliyyatla bağlı bu hissənin hələ biraz daha işlənməsinə gərək var. Adətən bizdə 2 nəfər sürücü idarə eləyir. Pandemiyadan sonra bir nəfər icazə verilmir ikinci nəfərə. Bizdə də. Beynəlxalqda icazə verilir. Yeri gəlmişkən beynəlxalq nəqliyyatla da bağlı biz danışarıq irəliləyən dəqiqələrdə. Sadəcə indi söhbətimiz yarımçıq qalacaq. Reklamlarımız var. Reklamlardan sonra biz müəyyən təbii ki, məqamlar var. Onlara xüsusi diqqət yetirəcəyik. Nəqliyyat sadəcə indi son illərdə, son aylarda ən çox müzakirə olunan mövzudur deyə biz daha çox nəqliyyatın üzərində dayanırıq. Amma təbii ki, yəni biz dövlət
Dövlət Məşğulluq İdarəsinin hal-hazırda şöbəsində çalışan bir məsul vəzifədə olan bir insan qonağı dəvət etmişsə Fərid bəyi, ona təbii ki, işlə bağlı, ümumiyyətlə peşələrlə bağlı müraciət edəcəyi suallarla bağlı. Çünki insanları da ən çox da maraqlandıran budur ki, biz işləmək istəyirik, daha çox hansı sahələrə yönəlsək bizə kömək edə bilər Dövlət Məşğulluq Agentliyi. Fərid bəy, yəqin ki, bu gün kömək edə biləcəyi bir neçə dinləyiciyə. Siz isə əziz dinləyicilərimiz 055 93 490 93-ə yazın, göndərin. Baxın, hər zaman deyirsiniz, iş tapa bilmirəm, çətinliklər var və ümumiyyətlə maddi tələbatlarımı ümumiyyətlə ödəyə bilmirəm. Baxın, indi hal-hazırda fürsətdir. Studiyamızda Sağlam Təhsildə Dövlət Məşğulluq Agentliyinin rəhbər vəzifələrində çalışan bir şəxsdir Fərid Həsənov və birazdan studiyamızda ona suallarınızı ünvanlaya biləcəksiniz. WhatsApp-a yazacaqsınız. Reklamlardan sonra qayıdırıq. Reklam. Hansı daha çox peşələrlə bağlı bu təlimlər keçiriləcək? Ümumiyyətlə bizim insanların marağı daha çox hansı peşələrədir? Bu təlimlərin keçirilməsində, qiymətləndirilməsində məsələn necə iştirak edirsiniz, necə dəyərləndirirsiniz, necə ölçürsüz bunu? Aydındır. Mən ilk öncə bu prosesə bir məlumatlandırmaq üçün dinləyicilərimizə ilk öncə vətəndaş hissəsindən başlamaq istəyirəm. İlk öncə biz peşə hazırlığı ilə bağlı məşğul haqqında qanunvericilik ilə tənzimlənir proses. Hansı halda peşə hazırlığına cəlb edirik biz müraciət etmiş vətəndaş? Əgər həmin şəxs faktiki mövcud peşəsi və ixtisası üzrə həmin şəxsə biz münasib iş təklif edə bilmiriksə, bu halda biz peşə hazırlığına cəlb edə bilirik. İkinci halda odur ki, həmin şəxsin peşəsi və ixtisası üzrə artıq bacarıqlarını itirib uzun müddətli işləmədiyinə görə o halda, ikinci halda budur ki, həmin şəxsi biz peşə hazırlığına cəlb edirik. Yəni bu iki halda. Və təbii ki, bütün sosial tədbirlərdə olduğu kimi peşə hazırlığı təşkilində də üstünlük olan şəxslər var, hansı ki, müraciətdə daha çox həmin şəxslərə üstünlük verilir. Bunlar 3 ildən artıq işləməyən şəxslərdir ki, peşə hazırlığı təşkilində üstünlük hüquqları var və eyni zamanda şəhid ailəsinin üzvləridir, hansı ki, həmin şəxslər də üstünlük olan şəxslərdir. Bir də heç bir peşəsi və ixtisası olmayan şəxslərdir ki, müraciət zamanı bu şəxslər daha çox üstün götürülür və peşə hazırlığı təşkilinə, kurslarına cəlb olunur. Və ilk öncə biz vətəndaşı müraciət etdikdən sonra məşğulluq imkanlarını qiymətləndirdik. Yəni vətəndaş müraciət edən kimi peşə hazırlığına cəlb olunur deyə bir anlayış yoxdur. Həmin şəxsin müxtəlif suallar vasitəsilə məşğulluq imkanları qiymətləndirilir və məşğulluq imkanlarının qiymətləndirilməsinin nəticəsi olaraq peşə hazırlığı da cəlb oluna bilər və yaxud da ki, Dövlət Məşğulluq Agentliyinin digər tədbirləri var, özünə məşğulluqdur və s. Yəni digər aktiv məşğulluq tədbirlərinə cəlb oluna bilər. Məsələn, müəssisələri necə seçirsiniz? Aydındır. Müəssisə birbaşa olaraq əvvəldə qeyd etdiyim kimi Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsindən müraciət edə bilər. Sırf həmin müəssisələr üçün xüsusi bölmə var və o bölməyə müraciət etdikdə biz artıq burada müəyyən kriteriyalar var. Yəni müəssisənin ilk öncə fəaliyyət istiqaməti müraciət etdiyi, yəni təhsil və təlimlə bağlı olmalıdır. Əsas fəaliyyət istiqaməti və yaxud alt fəaliyyət istiqaməti sırf təlim və təhsillə bağlı olmalıdır. Eyni zamanda da və qeyd edim ki, peşə hazırlığı 2 hissədən ibarət olur, nəzəri və praktiki hissədən və müraciət etmiş müəssisənin hər iki həm nəzəri, həm praktiki peşə təhsilini, yəni təlimi keçirmək üçün maddi texniki bazası və infrastrukturu buna uyğun olmalıdır. Yəni bu nəzərə alınır. Digər bir hallarda isə həmin müraciət etmiş müəssisənin belə deyək də təlimçi heyətinin olması əsas şərtlərdən biridir. Təbii ki, müəssisə müraciət edibsə, təlim keçmək istəyirsə və bu halda artıq həmin müəssisə artıq təlimçilər barədə də məlumat göndərməlidir və bu kriteriyalar... Bu təlimçilər kimlər olur? Bu təlimçilər artıq müəssisənin öz təlimçiləridir. Yəni müəssisə müraciət edir ki, mən tutalım ki, müasib ixtisas üzrə bir təlim keçmək istəyir. Yəni hər sahədən bilgisi olan bir şəxs yəqin ki olur da bu təlimçilər. Təlimçisi olmalıdır. Yəni sırf müasib təlimi keçə biləcək bir şəxs olmalıdır. Təbii ki, bunlar araşdırılır
və uyğun bilindi ki, artıq yəni bununla bağlı komissiya təşkil olunur, qeyd edeyim ki, agentlikdə və bu komissiyanın tərkibinə təkcə dövlət məşğul agentliyinin əməkdaşları daxil deyil, eyni zamanda kiçik və orta biznes agentliyi, dost agentliyi və sair digər qurumların da əməkdaşları olur bu komissiyada, hansı ki, müəssisənin müraciətinin qiymətləndirilməsində və müəyyən olunandan sonra ki, artıq bu müəssisə uyğundur və o müəssisə ilə artıq əlaqə yaradılır və artıq məşğul agentliyinə müraciət edilmiş vətəndaşlar göndəriş verilir, həmin belə deyək də müəssisəyə göndərilir və orada da təlimlər keçirilir. Və qeyd edirəm ki, bu çox qısa bir təlimlər olur, çünki bəzən doğrudan işlə çox təcil bir şəkildə təmin olunmasını istəyən şəxslər olur. Həmin an ona iş lazımdır. Bu təlimlərin müddəti nə qədərdir? Yəni təbii, təlimlərin müddəti qanunvericilikdə nəzərdə tutulub ki, 6 aya qədərdir. Yəni bu fərqli müddətlər də ola bilər, 1 ay da ola bilər, 2 ay da ola bilər, amma peşədən asılı olaraq dəyişir. Bəli. Bu ən son müddət 6 ay müddət nəzərdə tutulub və daha təcrübəyə cəlb olunurlarmı onlar? Bəli, keçdikcə nəzəri və praktik hissədə ilk olaraq nəzəri hissəsi keçirilir. Daha sonra isə bu artıq istehsalat yerlərində də bunlar həmin müdavimlər artıq göndərilə bilər praktik hissəsində. Və qeyd edeyim ki, əsas bizim agentlik olaraq nəzərə aldığımız digər bir aspekt isə müraciət etmiş müəssisənin peşə təlimi bitirdikdən sonra həmin şəxslərin işlə təmin etmək mütləq öhdəliyi əsas öhdəliklərdən də biri budur. Çünki təkcə peşə hazırlığı keçdim, yəni sırf statistik. Məqsəd də elə odur ki, sonda yəni nəticə rəqəm olsun deyə bunu keçdim, bitdi və s. bu yəni bu daha arzu olunandır ki, həmin müraciət etmiş müəssisə həmin şəxsləri artıq müəyyən mənada işlə təmin etmək bacarıqları da olsun. Bir də bir məsələ var, istəyirəm ki, Fərid bəy buna da bir münasibətinizi bildirəsiniz. Bəzən 50 yaş üzəri insanlar iş tapmaqda çətinlik çəkirlər. Vaxtıkən işləyiblər, sonra müəyyən bir səbəblərdən ara veriblər və yenidən məsələn açığı, yəni iş axtarırlar. O baxımdan çətinlik çəkirlər. Məsələn, kriteriyalar dedinizsə, yaş məhdudiyyəti varmı? Nəzərə alırsınızmı burada təlimlərə? Məsələn, həmin insanlar da cəlb oluna bilərlərmi? Halbuki potensialları da var. Vaxtıkən dediyim kimi işləyiblər də, çalışıblar da. Aydın, ümumiyyətlə məşğul haqqında qanun tələblərində, yəni işsiz şəxs anlayışı, yəni əsas anlayışlardan biri işsiz şəxs anlayışıdır. Bu da hansı şəxsi əmək qabiliyyətli yaşda olan, əmək qabiliyyətli əhalidən söhbət gedir. Yəni həmin şəxs pensiya hüququ yaranana qədər dövlət məşğul agentliyinə müraciət edib istənilən tədbirlə bağlı müraciət edə bilər. Yəni burada artıq son hədd yaş həddi olaraq həmin şəxsin pensiya hüququ yaranmasıdır. Yəni pensiya hüququ yaranırsa artıq həmin şəxs işsiz şəxs anlayışından çıxır və təbii olaraq dövlət məşğul agentliyi qanunvericiliyin tələblərinə uyğun hər hansı bir istiqamətə yönəldə bilmir. Elə əsas da elə odur ki, o pensiya qədər, yəni pensiya hüququna malik olana qədər bu müddətdə o çalışmaq istəyir. Bəzən hara gedir, cavan nəslə daha çox üstünlük verirlər. Yəni yaş kateqoriyası istənilən sahələrdə nəzərə alınır. O baxımdan biraz çətinlik yaranır. Bir də mən bir sual vermək istədim. Bildiyim qədərilə Fərid bəy, orada təqaüd məsələsi də var. Məncə dinləyicilərimizə çox maraqlı olacaq bu hissə. Fərid bəy onu daha ətraflı deyər. Necə təqaüd proqramı var? Proqramı, yəni bu artıq işsiz şəxslər üçün nəzərdə tutulur. Mən burada bir qısa anlayış verim. İşsiz şəxs anlayışı var. Yəni faktiki olaraq dövlət məşğul agentliyinə müraciət edib və hər hansı bir yerdə işləmir, əmək müqaviləsi, ümumiyyətlə qazancı yoxdur. Əmək qabiliyyətli yaşdadır. Bu şəxslər işsiz şəxs anlayışında gedir. Bir də var, torpaq payı olub digər məşğulluğu olmayan şəxslər. Yəni torpaq payından başqa heç bir qazancı olmayan iş axtaran şəxs anlayışı var. Bu iki şəxs peşə hazırlıq kurslarına cəlb olunanda onlara artıq hər ay təqaüd təyin olunur. Təqaüdün də məbləği respublika üzrə minimum əmək haqqının 50% miqdarındadır. Yəni bu il respublika üzrə orta aylık əmək haqqı 400 manatdırsa, hər ay həmin təlimlərə cəlb olunmuş müdavimlərə 200 manat dəyərində, yəni təqaüd ödənilir. Bu da bir üstünlüyü. Bəli. Bir iş axtaran şəxs anlayışı da var, hansı ki bu iş axtaran ola bilər ki, faktiki olaraq işləyir, amma daha yaxşı iş tapmaq üçün yenidən
yeni peşə öyrənmək istəyir və daha yaxşı iş axtarmaq istəyir, amma faktiki olaraq da işləyir bu şəxs. Həmin şəxslər üçün də təqaüd təyin oluna bilər hansı halda? Yəni ərazi üzrə tutalım ki, 100 nəfər işsiz peşə hazırlığına cəlb olubsa, onun 20% miqdarında iş axtaran şəxsə belə deyək də, yəni ödənişsiz peşə hazırlıq kurslarına cəlb oluna bilər. Aydındır. Buyurun müraciət eləyin və ünvanı belə deyək də, Dövlət Məşğulluq Agentliyinə sadəcə Instagram səhifələri var. Daxil olub orada saytınız da var. Daxil olub orada müəyyən bir müraciətlərini edə bilərlər də dinləyicilərimiz. Bəli, çünki çox böyük üstünlükləri var əslində. Bütün sosial şəbəkələrdən də müraciət edə bilərlər. Dövlət Məşğulluq Agentliyinin necə gedir kabinet məsələn? Saytda necə gedirsiniz? Yəni o kabinetə daxil olub qeydlərini, müraciətlərini edə bilərlər. Bəli, necə gedir? Yəni vətəndaşlar üçün və müəssisələr üçün daxil olanda orada konkret görsənir. Yəni vətəndaşlar üçün müraciət, müraciət edə bilər və yaxud da fiziki qaydada agentliyinin hər bir regionda filialları var. Eyni də Bakı regional filialı və yaxud da ki, respublikanın digər regionlarda paralel olaraq DOST agentliyinə də müraciət edə bilərlər. Eyni zamanda da 142 qaynar çağrı mərkəzimiz var. Yəni bu alətlərdən istifadə edib müraciət edə bilərlər. Əla. Sağlam təhsildəsiz dostlar. Bax biz bu gün həm də bu barədə də danışıb, peşə hazırlığı ilə də bağlı danışırıq. Təbii ki, insanların hər zaman müəyyən bir çətinlikləri olur həyat yaşadığı müddətcə, həyatları boyunca. Ona görə də biz də çalışırıq ki, sağlam təhsil olaraq bu işdə də onlara kömək olaq və davam edirik Lamiyə xanımla. Sizi xoşbəxt gələcəyə aparan qapı. Lamiyə xanım Training Hub Azərbaycan təlim inkişaf platformasının təsisçisidir və istəyirəm ki, söhbətimizi biraz əvvəl danışdığınız xarici təcrübə ilə bağlı davam etdirək və hətta reklam arasında dedim, amma yenə də indi istəyirəm efirdə səsləndirim. Sizi təəccübləndirən, sizə ən çox xoş gələn, məsələn, hansı ölkənin təcrübəsi oldu nəqliyyatla bağlı? Nəqliyyatla bağlı bu son... Və nə idi bu? Belə deyim də 4 ildə sırf bu istiqamətdə ixtisaslaşdığımız qədərindən Türkiyənin uzun müddət, yəni birinci dil və belə deyim də region olaraq yaxın olduğu üçün təcrübə daha tez adaptasiya oluna bildiyi üçün əlbəttə ki, Türkiyə təcrübəsinə müraciət etdik. Maraqlı bir təcrübə. Orada biz nə gördük? Sırf nəqliyyat sektorunda eğitim proqramlarında birinci önəmli nüans təlimçilərin hazırlanması idi. Nə proqram, nə müdavimlərin seçimi, məhz təlimçilərin müvafiq qaydada hazırlanması prosesi idi. İngiltərə təcrübəsindən Chartered Institute of Transport and Logistics, CIT deyilən, oradan akkreditasiyalı mütəxəssisəm, 3-cü dərəcəli. Bu dərəcəni almaq üçün də bəlli bir prosedurlardan keçmişik. Orada nə diqqətimi cəlb etdi? Təcrübə mübadiləsi. CIT-nin birinci qoyduğu eğitimdə qoyduğu CIT ümumiyyətlə nəqliyyat logistika sahəsində ən qlobal birinci yerdə dayanan mərkəzdir eğitimlə bağlı. Onların da birinci göstəricisi, birinci yanaşması odur ki, təcrübə mübadiləsi. Ölkələr arası, regionlar arası, şirkətlər arası, sahələr arası. Bu əsas götürülür. Bəli. Və sən sadəcə öz proqramını hazırlayıb öz benefisiarlarına bunu keçmək deyil. Sən bunun praktikliyini, keçərliliyini yoxlamaq üçün digər bir ölkədə eyni statuslu şirkətlə təcrübə mübadiləsi və yaxud da sənin nəzəri tərəfdə səndən eğitimi alan praktik tərəfdə digər ölkəyə və bunun üçün çox yaxşı böyük bir networking platforması yaradıblar. Və onun hətta qadın qolu da var, Vilat, Women in Logistics and Transport. Bizim onlarla maraqlı bir layihəmiz oldu. İBRD, Avropa Yenidən Qurma İnkişaf Bankının maliyyələşməsi ilə 100 mütəxəssis hazırlama layihəsi. Orada həm mütəxəssis, ekspert, həm də layihə koordinatoru olaraq çıxış edirdim. Ümumiyyətlə, CIT mənə nə qatdı, nə öyrətdi? Eğitimdə hər daim dinamika,
və hər daim yenilik axtarışında ilbəil trendlər dəyişir. İlbəil, məsələn, nəqliyyatda bu nədir? Xərclərin optimizasiyası. Sən bunu bir dəfə öyrəndin, düşünürsən ki, bilgin var, menecera bunu bir dəfə öyrənib sertifikatını verdin, gərəkli deyil. Amma təcrübə nəyi göstərir? İlbəil dəyişikliklər olur. Euro 5 maşında bu başqadırsa, səhərsi gün Euro 6 maşını çıxırsa, burada tamam başqadır. Buna görə dayanıqlıq, eğitimdə dayanıqlıq ikinci əsas şərtidir. Planınızda nədir? Azərbaycanda bunlardan hansını tətbiq etməyə başlayırsınız? Ümumiyyətlə artıq düşünürsünüz, bəlkə də bu hələ masa üstündədir, amma reallaşmasını gözləyir. Bir də burada bir məsələ də var. Şəhər içi, bir də beynəlxalq nəqliyyat. Bunların da məncə fərqi var. Bəli. Təlim ehtiyacları da fərqlidir bunların. Çox doğru bir nüansı vurğuladınız. Onların həm sürücü eğitim proqramı tamamilə hardasa ortaq orada 30-40% üst-üstə düşən tərəf var. Onların sürücü eğitimində belə. Menecer, sonra operator ixtisasları üzrə tamamilə proqramlar fərqlidir. Biz əsasən beynəlxalq avtomobil daşıyıcısı üzrə menecer və sürücü hazırlığına bağlı ixtisaslaşmışıq. Şəhər daxili bu tamamilə başqa bir proqram, tamamilə başqa bir təlimçi yetişdirməsidir. Üstə düşən tərəflər orada maşınla bağlı texniki və ilk yardım məsələləridir. Planımızda olan bu istiqamətdə təkcə nəqliyyat deyil, bütün növ peşə, həmçinin də idarəetmə olsun, digər yumşaq bacarıqların yumşaq bacarıqlı məhsul eğitimləri olsun. Əlbəttə ki, planlar böyükdür, hədəflər böyükdür. Bir də Lamiyə xanım, reklamlarımız yenə bizi gözləyir. Amma bu sualıma zəhmət olmasa cavab verərdiniz. Ekoloji təmizlik necə? Nəzərə alınacaqmı sizin ümumiyyətlə gələcəkdə düşündüyünüz layihələrdə? Çünki bilirəm ki, ən əsas nəqliyyat vasitələrində və onların idarə edilməsində xüsusi təlim proqramları həm də olmalıdır məncə ekoloji təmizliklə bağlı. Bəli, son dönəmlərin trendi, həmçinin də COP29 kimi önəmli bir tədbirə ev sahibliyi etməyimiz, iri sahibkarlar həmişə bunda maraqlıdılar, daxil edirdilər bu bilgiləri, amma artıq orta kiçik sahibkarlar belə bunun mahiyyətini, önəmini və belə deyim də sosial korporativ layihələrdə nəzərə almağı üstünlük verirlər. Maraq var. Bizə olan eğitim, təlim müraciətlərində bu tərəflər var. Burada təkcə ekologiya ilə bağlı deyil, bəli, texniki tərəflər deyil. Həmçinin də burada digər məsələlər, iş ortamında qadın-kişi bərabərliyinin, həmçinin olan əməyin ödənilməsi, digər bu kimi nüanslar da artıq çox aktual məsələlərə, nə xoş ki, bizə çox aktual məsələlərə çevrilibdir və təlim sifarişi verirək, ehtiyacı müəyyən edərkən dediyiniz məsələlərdə müraciətlərdə olur. Bir sualım da olacaq. Qadın sürücülərlə bağlı nə düşünürsüz? Çünki bilirəm ki, bir layihəniz də bununla bağlıdır. Özəlliyi nə olacaq? Kimlər müraciət edə bilər bu təlimlərə qoşulmaq üçün? Hər kəs? Yoxsa məsələn müəyyən xüsusi bacarıqlar olmalıdır? Özüm üçün bəzən bizim karyeramızda çox özəl bizim üçün olan layihələr və yaxud da ki bir hadisələr, forumlar olur. Bu layihə məhz onlardan biridir mənim üçün. Hal-hazırda sənəd layihə şəklindədir. Ümid edirəm ki, ən qısa zamanda bunun realizasiyasına başlayacağıq. Bu belə deyim də uzun bir yoldur. Çünki burada belə deyim milli dəyərlər də var. Benefisiarlar düzgün seçilməsi. Burada belə deyim, həm məşğulluq agentliyi, həm özəl sektor işə götürənlər, həm də eğitim platforması üçünün vahid şəkildə çox sinxron işləməsinə gərək var ki, uğurlu olsun. Model olaraq artıq bir işlənmiş model var. Biz onun sayıcılığı özümüzə uyğun prototipini çıxardırıq. Azərbaycanlılaşdırırsınız. Bəli, eynən. Benefisiarlar arasında mən hətta bunu da əlavə etmişik ki, belə deyim də bu xüsusi sosial qrup var, cəza çəkmə müəssisələrindən çıxan həssas qruplar. Oradan xanımlar bəlli bir seçib prinsiplərini əsasən oradan cəlb eləyə bilərik. Burada həm beynəlxalq, həm də şəhər daxili nəqliyyatçı, sürücü nəzərdə tutulub. Bir də statistikada onu göstərir ki, qadınlar daha təhlükəsiz sürücüdürlər.
həm psixoloji, fizioloji, sosial göstəricəmi bizim sürücülük belə deyim də təhlükəsiz sürücü göstəriciləri qadınlarda daha yüksəkdir. Ona görə bir üstünlüyü layihənin məhz budur. İkinci məşğulluq məsələsi bu önəmli tərəfidir. Həm də fərqli bir yanaşma ümid edək ki, edə biləcəyik, realizə edə biləcəyik və uğurlu edə biləcəyik. İşlər çoxdur. Bəli. Ona görə də mənə elə gəlir ki, inşallah onları reallaşdırmağa vəsait də lazımdır və ümumiyyətlə təlimlərin proqramları da maraqlı olmalıdır. Mən bildiyim qədərilə daha belə əyləncəli də olmalıdır. Çünki yumşaq bacarıq dediniz, həm də burada qeyd etdiniz. Sadəcə indi bir balaca reklamlarımız, qısa bir aramız olacaq. Söhbətimizi davam etdirəcəyik. Xatırladıram ki, sağlam təhsilə siz Rabitəli Nitq Reabilitasiya Mərkəzinin və Smart Education bağçalar şəbəkəsinin sponsorluğu ilə qulaq asırsınız. Müəyyən bir dəyişikliyin şahidi olursunuz. Amma burada bir nüans da var ki, təbii ki, vaxtında müraciət etmək lazımdır. Səlis nitqli uşaq böyütmək istəyirsinizsə, əziz valideynlər, mütləq şəkildə 050 867 27 43 əlaqə nömrəsi ilə əlaqə saxlayıb radiodan da təbii ki, eşitdiyinizi deyə bilərsiniz və bu terapiyalara cəlb oluna bilərsiniz. Uşaqlarınızın təbii ki, düzgün, qüsursuz danışmasını istəyirsinizsə. Smart Education bağçalar şəbəkəsi isə dəstəyini bugün də davam etdirir və ölkəmizdə bir çox bağçaların bilirsiniz ki, fərqli üstünlükləri var, amma Smart Education'ın üstünlüyü odur ki, yaradıcı uşaqlar yetişdirirlər. Xarici dillərin öyrədilməsi onlarda da təbii ki, həyata keçirilir və sağlam oyunların sayəsində, aktiv əyləncənin sayəsində Smart Education bağçalar şəbəkəsində uşaqlarınız xoşbəxt şəkildə böyüyəcəklər və təbii ki, unutmayın ki, sadəcə onlar orada öyrənməklə məşğul olmurlar, həm də təbii ki, günlərini maraqlı keçirirlər. Təhlükəsiz bir yerdir, rahatdır, sevgi dolu əsas olaraq mühit orada var. Buyurun müraciət edin 050 988 30 62 050 988 30 62. Bugünsə sağlam təhsildə maraqlı qonaqlarımız var və peşə hazırlığından danışırıq. Lamiyə xanım və Fərid bəy bizə layihələrdən danışdılar, amma sonda hər ikinizə də təbii ki, müraciət eləyəcəm. Tələbələr ümumiyyətlə sizə müraciət edirmi? Həm oxuyub, təhsil alıb, həm də bərabər şəkildə məsələn çalışmaqları üçün. Fərid bəy, siz əsas etibarən bu işlə məşğul olduğunuza görə, təəssüf ki, yəni burada bir qeyd edeyim. Əvvəllər elə idi, məsələn, tələbə həm çalışmaq istəyirdi, həm də oxuyurdu. Dövlət qurumu olaraq, yəni Dövlət Məşğul Agentliyinin fəaliyyəti sırf qanunlar və qanunlardan irəli gələn qaydalar çərçivəsində məhdudlaşır. Bu həm məşğul haqqında qanunda, həm də paralel olaraq bu qanuna uyğun qəbul olunmuş Nazirlər Kabinetinin qərarlarıdır. Artıq burada bir məsələ var ki, əyani təhsil alan tələbə artıq bu işçi statusu verilməsi mümkün olmayan bir məsələdir, əyani təhsil alırsa. Amma buna baxmayaraq, həmin şəxsləri belə deyək də, günün müəyyən hissəsi ilə işlə təmin olunmaqla bağlı artıq müraciəti qəbul olunur. Amma ümumilikdə biz həmin əyani təhsil çox qısa bir müddətdə yəqin ki, təhsil alırsa, həmin şəxsə biz təəssüf ki, işçi statusu verə bilmirik. Amma istəklər var. Müraciətlər olur və yəni mövcud vakansiyalara uyğun da göndərişlər verilir həmin şəxslərə, müraciət etmiş şəxslərə. Belə. Siz nə düşünürsünüz tələbələrlə bağlı, Lamiyə xanım? Tələbələrlə bağlı bizim uzun illər ərzində böyük bir tələbələrlə işləmə təcrübəmiz var. Mən özüm həm universitetlərin birində İnbəyədə dərs deyirəm, Texniki Universitetdə. Bununla yanaşı illərdir biz ayrı-ayrı universitetlərlə istehsal təcrübəsinə cəlb olmaqla bağlı müqaviləmiz var. Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti, bu ildən Bakı Dövlət Universiteti, hətta Gəncə Universitetlərinin birindən də bu ildə əməkdaşlığa başlayırıq. Burada özəlliklə kiçik, orta və iri sahibkarlara nə qədər bizi dinləyirlərsə bir müraciət etmək istəyərdim. Çox önəmli bir keçid dövrüdür bu gənc həmkarlarımız üçün və bu dövrdə təcrübə göstərir ki, hətta onlardan bizim 2 il öncə Texniki Universitetdən bir xeyli və Odlar Yurdu Universitetdən biz 6 nəfərə yaxın sonra işlə də özümüzə təmin etdik
layihə çərçivəsində müddətli əmək müqaviləsi ilə. Bu illərin ərzində bu rastlaşdığım təcrübə proqramı tələbələrlə iş nəyə göstərir? Onların texniki bilgilərdən çox yumşaq bacarıqlara, korporativdə çalışmaq, davranış, danışmaq, özünü təqdim etmək, sənədlərlə işləmək və bu kimi bacarıqlara ehtiyacı var. Bu yöndə özəlliklə könüllülük fəaliyyətini qeyd etmək istəyirəm. Bizi dinləyən, mən bilirəm ki, tələbələrim məni dinləyir. Çünki paylaşımlardan görmüşlər postlardan. Özəlliklə mən hər auditoriyada deyirəm, könüllü fəaliyyətlə məşğul olun. Onun sizə qazandırdığı bu işə qəbul prosesində, ilk iş yeri tapma prosesində bir addım daha öndəsiz digər həmkarlarınızdan. Bu çox önəmli nüansdır. Hər birimiz daşın altına əlimizi qoymamız lazımdır, sahibkar olaraq, vətəndaş olaraq. Çünki sonuçda gəlir necəsə, ya bizlə çalışır, ya bizim işlədiyimiz partnyorlarımız da çalışır. Öyrətməmiz gərəkir, fayda verməmiz gərəkir bu mövzuda. Əslində bəli, yəni özgüvən insanın özünü inkişaf etdirməsi həqiqətən də onun gələcəkdə bir növ daha da irəliyə getməsinə bir növ cığır açırmı deyim. Baxın, indi tələbələrimizin istəkləri də başqadır, tələbatları da başqadır. Yəni müasir gənclər artıq kifayətlənmirlər, bir sahədən kifayətlənmirlər. Nə gözəl. Hər şeyin də kökündə təhsil dayanır. Yəni təhsil elə bir sahədə qarşılıq gözləmədən verir, yalnız verir. Ona görə də mən hər kəsə təhsilli olmağı arzulayıram və sağlam təhsildə də təbii ki, hər hansı bir maraqlı bir mövzular müzakirə etmək üçün, iştirak etmək üçün qonaq qismində kimsə istəyirsə, buyursunlar, qapımız hər zaman üzlərinə açıqdır və buyursunlar, gəlsinlər, təhsilimizdə olan yeniliklərdən, layihələrdən sizin kimi məsələn danışsınlar. Nə gözəl. Biz də buradan işıqlandırmış olaraq. Mən təşəkkür edirəm gəldiyinizə görə. Təşəkkür edirəm. Çox sağ olun maraqlı bir söhbətə görə. Dövlət Məşğulluğu Agentliyinin Peşə Hazırlığına Təşkili Şöbəsinin müdiri Fərid Həsənov bu gün bizimlə sağlam təhsildə qonaq idi və Training Hub Azərbaycan Təlim İnkişaf Platformasının təsisçisi Lamiyə Xəlilova. Çox sağ olun. Amma sizi bir daha gözləyirəm. Yeni layihələrlə bağlı,